Fərid Hüseynov 12 ildə avtomobil satışı ilə məşğuldur. Deyir, bir neçə il bundan öncəyə qədər ölkəyə ancaq daxili yanma mühərrikli avtomobillər gətirirdi. Son illər isə ekoloji təmiz avtomobillərə tələbat artıb. Alıcılar daha çox hibrid mühərrikli avtomobilləri soruşmağa başlayıblar. Yəni bizdə satış artıq ənənəvi daxili yanma mühərrikli avtomobillərdən hibrid mühərrikli avtomobillərə doğru keçid yaradır. Faiz nisbətində daha çoxudur. Biz artıq son 2 ildir ancaq hibrid və elektrik mühərrikli avtomobillər idxal edirik ölkəyə. Fərid Hüseynov onda deyir ki, tələbatın çox olmasında əsas amil bu mühərrikli avtomobillərə edilən vergi və gömrük güzəştləridir. Yəni, məsəl üçün, bugün 75 min avroya təklif olunan avtomobil gələn il ƏDV-dən azad olmayacaqsa 86-87 min manat qiymətinə qədər qalxacaq. Bu da alıcılığa təsir edəcək. Təbii ki, alıcılar tərəfindən müsbət gələn o tendensiya yəqin ki, biraz da olsa azalacaq, çünki qiymətdə ciddi fərq yaranacaq. Hazırda hibrid avtomobillər əlavə dəyər vergisindən, elektrik mühərrikli avtomobillər isə həm əlavə dəyər vergisindən, həm də aksis vergisindən azad edilib. Tətbiq edilən bu güzəştlər ölkəmizdə ekoloji təmiz avtomobillərə marağın artması üçündür. Həm də bir çox üstünlükləri var. Benzin istehlakı aşağıdır. Bu ölkə üçün enerji dəyəri yaradır. Yəni enerji ölkəmiz üçün vacibdir ki, biz bunu ixrac edə bilirik. Ölkə valyuta gəliri gətirir. Həm az istehlak edirlər, həm ətraf mühiti çirkləndirməsi aşağı olur, həm də eyni zamanda təhlükəsizlik məsələlərinə görə, yəni yeni avtomobillər təhlükəsiz olur. Son illərin idxal strukturuna baxanda görürük ki, hibrid və elektrik mühərrikli avtomobillər əgər 10 il bundan qabaq ümumi idxalın 3-5%-ni təşkil edirdisə, indi bu 25-30%-ə qədər yüksəlib. Yəni dəfələrlə artıb. Edilən güzəştlər yeni nəsil avtomobillərin ölkədə daha ucuz satışına səbəb olur. Amma bu güzəştlər ilin sonuna kimi keçərlidir. Mütəxəssislər bildirirlər ki, güzəş müddəti bir qədər də uzadılmalıdır. Avtomobil parkımız hələ indi bir qədər yenilənməyə başlayır. Amma biz yenə oturub rəqəmlərə baxsaq, 1.800.000-ə yaxın nəqliyyat vasitəsinin heç 20%-i yeni deyil. Yəni bu rəqəmlər reallığımızdır. Ona görə düşünürəm ki, hələ ki bu stimullara ehtiyac var. Hələ indi biz görürük ki, sürücülər çalışırlar ki, elə yeni maşın alsınlar və məsələn Çindən, ən azı Çin bazarından bugün gələn bu hibrid avtomobillər onlara əl çatan gəlir. Yəni məsələn 23.000 manat ətrafında bugün onlar bu avtomobilləri alırlarsa, bu güzəştlər ləğv olunanda, maşınların qiyməti təzədən qalxanda, 30-a yaxınlaşanda o alıcılıq qabiliyyəti düşəcək və onlar yenə gedib ikinci əl maşın axtaracaqlar. Yenə oradan-buradan sürülmüş maşınları, 3 ilin, 5 ilin maşınlarını gətirmək olacaq. Təbii ki, insanlar güzəştlərin müddətinin uzadılmasını gözləyirlər. Amma nəticə növbəti ilin əvvəlində qanunda edilən dəyişiklikdən sonra bəlli olacaq. Lamiyə Xeyqani qızı Talih Həsənzadə, İlqar Abdullayev, İTV Xəbər.